Salam əziz izləyicilər. Sizinlə biz indi Ələddin Məmmədli və İbrahim Məhərrəmovun kitabından maraqlı bir məsələyə baxaq. ABCD düzbucaqlısı verilib. ABCD. Ayın bərabərdir MD-yə. Sonra ayın bərabərdir MB-yə. Ayın bərabərdir MB-yə. Və alfa bucağı verib. Şərtə görə 3AD bərabərdir 2AB-yə və tangens alfanı istəyir. Deməli, bu məsələni həll etmək üçün biz belə bir qaydanı yadımıza salaq. Alfa, beta, gamma. Bura x olarsa, x bucağını tapmaq üçün alfa üstəgəl, beta üstəgəl, gamma düsturundan istifadə edək. Şəkildə həmin hissənin rəngini dəyişək, daha aydın görünəcək. Deməli, bura alfa-dırsa, bu olur 180 minus alfa. Və bu qaydadan istifadə edərək yaza bilərik ki, 180 dərəcə minus alfa bərabərdir. Bu bucağı deyək A. A bucağı üstə gəl 90 dərəcə. Üstə gəlsin, bucağı da deyək B. Buradan alfanı tapaq. Alfa bərabərdir 180 dərəcə çıxılsın 90 dərəcə çıxılsın A üstə gəl B. Onda alfa bərabərdir 90 dərəcə çıxılsın A üstə gəl B. Və tangens alfa bərabərdir alfanın yerinə 90 dərəcə minus A üstə gəl B-ni qoysaq, çevirmə düsturundan istifadə etsək, tangens kotangesə çevirir, kotanges A üstə gəlinsin B düsturunu alırıq. Birinci rübə düşür, birinci rübdə də tangens müsbətdir. Kotanges A üstə gəl B toplama düsturundan istifadə etsək, kotanges A vurulsun kotanges B minus 1. Bir də kotanges A bölünsün kotanges A plus kotanges B. İndi bizə bu məsələdə şəkilə görə biz kotangesi tapa bilərik. Məsələn, verilən bax bu şərtindən istifadə edək. Deməli, bizdə bax bu şərtdən istifadə edək. AD olur bizdə. AD olur bizdə 2K. AB olur bizdə 3K. 3K. AB 3K'dırsa, onda bu 1,5K, bu da 1,5K olar. Çünki N nöqtəsi AB-ni yarıya bölür. Sonra AD 2K olarsa, onda AM K, MD də K olar. Və birinci biz kotanges A bucağını tapaq. Kotanges A bucağı bərabərdir. Biz düzbucaqlı üçbucaqda bucaq tərəf arasında əlaqə düsturuna görə bilirik ki, bucağın kotangesini tapmaq üçün bitişik katetin, baxın bu üçbucaqdan, bitişik katetin, yəni baxın bitişik katet bu bucağın A'sını tapırıq da, kotangesi A'sını tapırıq. Bitişik katetin 2K'nın qarşı katetə nisbəti 1,5K. K'ları aparırıq. Bunu vergülü açsaq 20 bölünsün 15 alarıq. 5'ə ixtisar eləsən 4 bölünsün 3. İndi kotanges B-ni tapaq. Kotanges B-ni tapmaq üçün indi biz AMB üçbucağına baxacaq. Baxın, bura baxırıq. B bizdə buradadır. Burada da yenə bitişik katetin AB'nin, yəni kotanges B bərabərdir. AB'nin, AB bizdə 3K'dır. 3K'nın qarşı katetə nisbəti, bucağın qarşısındakı katetin nisbəti K'ya. Bu deyilir 3. İndi verilənləri yerinə qoyaq.
Kotanges A 3'te 4 vurulsun kotanges B 3 minus 1 3'te 4 3'te gel 3. Bunlar ixtisar olunur. 3 bölünsün 3'te 13. Bu da eləyir 13'te 9. Cavab eləyir Y variantı. Qulaq asdığınıza görə təşəkkür edirəm. Abunə olmağı, paylaşmağı unutmayın. Çox sağ olun.